Deməli, bu videoda TopStep X platforması istifadəsi necə qurulmalıdır və s. bu haqda danışacağam. Bir başqasının hesabına girmişəm burada, çünki özümdə artıq hər şeyi dəyişmişəm deyə dizaynını sıfıra qaytarmaq istəmirəm. Burada yəni sıfır bir hesab üstündən açanda siz bunları görəcəksiniz. Burada hər bir şey necə dəyişməlidir, necə düzəldilməlidir. İndi bunun hamısına bir-bir toxunacağam. Bu sıfır pəncərəsindən nələr dəyişdirilməlidir, nə üçündür deyə. Deməli, açılan bu pəncərədə birinci burada olanların nə olduğu haqqında danışıram. Əsas qrafik buradadır, ana qrafik buradadır ki, hansı ki TradingView ilə power olunur. Bu hissədə hesab məlumatları olur, hesablar buradan dəyişdirmək olur. Görürsünüz ki, burada da əlavə digər hesabların hamısı burada alt-alta düşür. Ondan əlavə TopStep X-də yəni ki, TopStep'in özündə practice hesabda istifadə eləmək olur. O TopStep dashboardu haqqında da video çəkirəm, orada göstərərəm. Sonra yuxarıda gördüyünüz baxın bu hissə hesabı kilitləmək üçündür. Yəni ki, siz artıq orada trade eləyə bilməyəsiniz deyə. Burada kilitləmə müddətləri var. 15 dəqiqə, 30 dəqiqə, 1 saat və bütün gün. Bu bütün gündən kilitləməyə əsasən daha üstünlük verməlisiniz. Məsələn, əməliyyat götürdünüz, əla qaydasında kilitləyin. İçidə siz kilitləyin. Bu kilitləmə funksiyası sizin həyatınızı çox xilas eləyə bilər. Və bir də burada custom-a girəndə məsələn istədiyiniz müddəti seçə bilirsiniz ki, həmin müddətə qədər kilitdə saxlayasınız. Quick options'da da nə qədər müddətli kilitdə saxlamaq istədiniz. Məsələn, all day kilitlədik, yes, lock me out elədik. Görürsünüz, həmin hesab indi kilitdədir. Və burada kilidinin açılmasına 8 saat 40 dəqiqə olduğu görünür. Sonra burada order hissəsi var, DOM hissəsi var, bir də tape, time and sales hissəsi var. Bunları bağlayaq. Bunlar ehtiyac yoxdur. Tape readingdə mən burada time sales'i potensial olaraq necə istifadə edə bilərsiniz. Bunun haqqında danışaram. Amma hələlik bu o qədər də kifayət deyil. Yəni ki, məsələn, absorption'ı görmək üçün, məsələn, aktivliyi görmək üçün hansı daha çox təsir edə bilər. Bunlar üçün sadəcə çünki bir kontrakt ölçüdə şeylər göstərilir. Volume profilesiz, footprintsiz bu o da kifayət eləmir özlüyündə data çatışmazlığına görə. Belə, time və sales'i burada başında X var. Bununla bağlayırıq. Sonra burada yuxarıda order hissəsi var. Eyni zamanda buranı da bağlayaq. Ehtiyac yoxdur. DOM olandan sonra order'a ehtiyac yoxdur. Bir də aşağıda burada bəzi yerlər var. Bunlar da eyni zamanda bağlayırıq. Bunlar da ki əlavədir. Bunlara da ehtiyac yoxdur eyni zamanda. Belə, indi daha təmiz göründü. Deməli, buradan, baxın, başdan qrafikdə dəyişmək olur. Məsələn, hazırda micro inçüdədir. Məsələn, inçüyə keçirsiniz, girdiniz, inçüyə keçir. Amma bəzən DOM-da inçüyə keçmir. Məsələn, burada hələ də deyək ki, microdadır. Görürsünüz, indi micro ilə bunu dəyişəndə ikisində də avtomatik dəyişdi. Amma bəzilərində olur ki, necə deyim, burada birini dəyişəndə ya və yaxud da qrafiki dəyişəndə bura dəyişmir. Çalışır bunda əməliyyat açarı öz qrafikində görmür. Çünki bu başqa şeyin qrafikidir, micronun, bu inçünün qrafikidir. Məsəl üçün deyirəm. Ona görə də ki, yəni burada da hər zaman qrafiklə üst-üstə düşməyindən əmin olun. Buradakı kontraktın. Burada da eyni zamanda accountları dəyişmək olur. Sonra deməli, əməliyyata girilən yer buradır. Buy marketlə longa girilir, sell marketlə shorta girilir. Və bir də orada fikir versəniz, kontrakt sayını buradan nizamlamaq olur. 1, 3, 5, 10, neçə mikro kontrakt girmək istəyirsənsə, plusla minusla dəyişmək olur. Məsələn, 11 kontrakt girmək istəyirsən, burada 10-u seçirsən, plusa vurursan 11 olur, minusa vurursan 9 olur. Yəni, belə rahatdır. Sonra buy market, sell market bunlara vuraraq long və short pozisiyalarına girirsən. Sonra ayarlarda başqa cürüm nə var? Yəni, qrafik buradadır. Burada sağ tərəfdən danışım indi. O bağlanılan şeylər haqqında danışdım. Qrafikin rənglərini belə dəyişə bilirsən. Məsəl üçün, mən özüm dəyişəcək olsam özüm üçün. Burada background hissəsinə xüsusi bir dənə qara rəng var. Yəni, sırf qara deyil ha bu. Adi qara ilə bunun arasında çox fərq var. Gray lines bunları bağlayıram. Adi qara ilə fikir verin arasındakı fərqi bilməm görəcəksiniz.
Görürsüz? Bir balaca fərq var. İndi fikir verin, geri qaytarım. Görürsüz, biraz daha işıqlı qaradır bu. Burada başqa heç nəyi dəyişmirəm. Simvollar hissəsində ilk cərgənin hamısını ağ seçirəm. Burada birinciyi qara, borderlarda da burada dördüncü rəngi seçirəm. Burada başqa heç nəyi dəyişməyə ehtiyac yoxdur. Burada New York'dur, zaman Trading View'dakı kimi. Sonra keçək Trader Hub. Bu isə ehtiyac yoxdur, xəbərlər filan. Niyə ehtiyac yoxdur? Var, yəni xəbərlər filan buradan izləmək olur. Sonuncu xəbərlər də burada çıxır hamısı mənbələri ilə. Məsəl üçün dekabrın hazırda 12-sidir. Friends PI filan var məsələn. Bu xəbərə girəndə də mənbəsi olan sayt açır. Sonra bu əsas performans statları haqqında danışım ki, hesabdakı nə vəziyyət, necə gedir, vəziyyət nə cürdür. Bunlar burada görünür. Görürsünüz, məsələn, burada today-ə vuranda bugün üçün olan nəticə gördüm. Last week-ə, keçən həftə üçün, last month-da keçən ay boyunca götürülən əməliyyatların nəticələri görünür. Neçə faiz win rate ilə bağlanılıb, error neçədir, ortalama error. Best day of total profit bu consistency rule-a aiddir. Yəni consistency rule varsa, onu məsələn buradan rahat izləyə bilirsiniz ki, ən çox qazandığınız gün ümumi qazancınızın məsələn 50%-ni keçmir ki. Sonra məsəl üçün burada bəzi başqa statlar var, göstəricilər, ən çox aktiv olduğun gün, ən qazanclı olduğun gün, ən az qazanclı olduğun gün, ümumi əməliyyatların sayı, ümumi kontraktların sayı, lotların sayı, belə. Sonra aşağı gəldik. Burada kalendar var. Bax, bu kalendarda gündəlik qazanclar görünür. Məsələn, bu gün nə qədər itiribsən, bu gün nə qədər qazanıbsan, bunların hamısı burada görünür. Və bir də ən aşağıda trade hissəsində isə girib çıxdığın əməliyyatların belə tarixi görünür ki, filan vaxtı bu əməliyyata giribsən, 200 qazancda bağlayıbsan, filan vaxtda digər əməliyyata giribsən, 200 qazancda bağlayıbsan, neçə dollar komissiya tutulub və sonda nə qədər var, qazanc var. Cüzi bir komissiya olur. Bu isə belə, yəni bunlar statlardır və ayarlar hissəsinə girəndə isə deməli burada bir əməliyyata girəndə görün buradan hesabı dəyişim, düzdür, bu hesab batıb batmağına bilmirəm, burada indi əməliyyat açmaq olurmu? Olursa əl olar. Əməliyyat açmağı göstərim sizə. Məsələn, buy, sell market əmrləri ilə girilir. Deyək ki, buy market kururuz, görürüz bir kontrakt açıldı. Bu hesab batıb batmağına sayıcı olaraq yenə də əməliyyat açmaq olur. Top step X-də belə bir şey var ki. Baxın, buna ineligible yazılıb qabağına. Stopla profiti belə qoymaq olar ki, məsəl üçün longa giribsənsə, üstünə basılı saxlayasan, yuxarı çəkəsən, profiti belə qoyasan, üstünə basılı saxlayasan, aşağı çəkəsən, stopu da belə qoyarsan. Və bir də avtomatik də domdan da qoymaq olur. Məsələn, bunları ləğv edeyim. Deyək ki, mən yuxarı qiymətə tipi qoymaq istəyirəm. Əməliyyatın hazırda açıq olduğu qiymət buradır, 25.654. Yuxarı qiymətə tipi qoymam nə deməkdir? Satış limit əmri. Satış limit əmri domda harda olur? Yuxarıda. Yəni ki, yuxarıda satış limit əmrləri qoyulur. Məsəl üçün 25.665-ə qoymaqdan ötürü tipi, görürsünüz tipi bura atdı həmin dəqiqə. Məsələn, biraz daha yuxarıya tipi qoysam, görürsünüz tipini bura atdı. Stopu qoymaqdan ötürü isə aşağı qiymətlərə qoymaq lazımdır. Məsəl üçün əməliyyat buradadır. Biraz aşağı qiymətlərə, buralara stop qoymaq istəyəndə, yox, bu buy limitdir, qarşı tərəf. Order filled. Burada bağlanır. Stopu qoyanda belə qoya bilərsiniz ki, məsəl üçün giribsiz, aşağıya plusu basanda, yox, daha doğrusu. Məsəl üçün longdasınız, aşağıya plus qoyanda stop, sell stop var. Sell stopla belə qoymaq olar. Və yaxud da ən rahat yol niyə başınızı ağrıdırsınız ki, belə çəkib belə qoyun, nə qədər itirəcəyiniz də görünür, həm də daha rahatdır. Yəni, üstünə zədən barmağını bas, yuxarı qoy, ya da aşağı qoy, stopla profit. Və bir də risk ayarları var. Bu haqda danışım. Burada çox vacib hissədir. Deməli, burada risk və profit, yəni bu nədir? Bir əməliyyata girəndə avtomatik və risk və qazancını avtomatik qoyması üçün. Məsəl üçün, sən istəyirsən ki, $100 avtomatik stop qoysun kontraktına görə,
$100'dakı tipi olsun. Burada aşağıda bunu var. Bunu seçəndə save changes $100'lıq avtomatik stop qoyacaq, $100'lıq profit. İndi görək necə olacaq. Məsəl üçün deyək ki, 3 kontraktlıq yaxud da 2 kontrakt eləyək bunu. Buy market. Order filled. Görürsüz $100 avtomatik mən əlimə vurmamış stop qoydu, $100 da profit qoydu. Sonra bunun üstündə oynamaq olur, dəyişmək olur, nə bilim, ölçüsünü azaltmaq olur. Yəni ki belə. Order filled. Sonra deməli bunun statları, burada deməli gündəlik itki limiti qoya bilirsən özünə. Personal daily loss limit. Yəni deyək ki, istəyirsən ki, $1000 itirsən gün bağlansın və yaxud da $500 risk atmaq istəyirsən, yəni günlük $500 itirdin, gün avtomatik bağlansın. Bir də profit target var. İstəyirsən ki, məsəl üçün $800 qazanca çatanda gün avtomatik bağlansın, nə artıq olsun, nə eksik olsun. Gün avtomatik kilidlənsin. Bunları seçəndən sonra altda actionlar var. Do nothing var, liquidate və block var. Bu nədir? Sənə avtomatik əməliyyatını bağlayır və hesabını yuxarıdakı bayaq göstərdiyim kimi kildə atır. Sən əlavə trade eləyə bilmirsən. Burada hətta bir günə maksimum əməliyyat sayı da qoya bilirsən, bir həftəyə maksimum əməliyyat sayı da qoya bilirsən. Sənə avtomatik əməliyyat sayına çatanda bloklayır. Amma belə bir şey var ki, Topstep X belə işləyir ki, bir əməliyyatı sən 2 dəfə ayrı yerdən girsən belə bunu 2 əməliyyat olaraq sayacaq. Ona görə bunları qoymağa ehtiyac yoxdur. Bu yuxarıdakıları qoysan kifayətdir. Hətta simvolu belə bloka ata bilirsən. Məsəl üçün, nə bilim, buradan nə isə istəyirsən ki, onu da trade eləyəməsən də, məsələn, qızılı bloka atmaq istəyirsən. Eyni zamanda onu da bloklamaq olur. Orada trade eləyə bilmirsən. Sonra hər simvola kontrakt limiti qoya bilirsən ki, məsələn, NQ-də bu kontraktı o tərəfə keçməyəsən. Hətta settingi də bloklamaq olurdu. Bilmirəm, indi burada görünür. Bunları save eləyək. Hətta sən girib də settingi dəyişməyəsən deyə, yəni birdən itirdə olarsan, girib bura dəyişəsən ki, ayda yox, mən davam eləmək istəyirəm, hamısını itirəcəm. O zaman sən günün əvvəlində lockout setting for day var. Yes, lock for today. Görürsüz, sən settingi dəyişə bilmirsən. 8 saata yəni sən bugün 500 itirsən, 800 qazansan, sən bunu dəyişib daha artığını və yaxud da daha əksiyini eləyə bilməzsən. Çünki artıq kilidləndi. Copy trading hissəsi var. Bir neçə hesabı bir-birinə bağlaya bilərsən. Məsəl üçün deyək ki, bu hesabı götürdün, aşağıdakı bu hesabla da bir-birinə bağladın. Save changes, enable trade copier. Baxın, bu yuxarıda o lider. Yəni bu liderdir, digər isə onu kopyalayan hesab oldu. Chart və datalar. Burada nəyi dəyişə bilərsən? Show chart execution seçəndə görürsən, əməliyyatlara girdiyin çıxdığı yerlərdə şeylər görünür. Biri buradan satdın, buradan aldın, onların işarələri görünür. Sonra burada mən nə haqda danışım, bunlar lazım deyil. Privacy. Bu balansını zat gizləyə bilirsən, nə bilim, streamer mod var. Məsələn, belə qoyanda yuxarı fikir ver, bütün hər şey ulduz oldu, yerlər gizlidir. Gizlilik üçün. Sonra hotkeylər var. Burada məsəl üçün avtomatik girməkdən ötürü set hotkey. Yəni bunlar nə üçündür? Sürətlə yəqin ki girməkdən ötürü, yəni hansısa bir yerə, yəni bunlarda mən də istifadə eləmirəm. Shortcut kimi bir şey olmalıdır. Nəysə, onsuz da kiyə də ehtiyac olan bir şey deyil. Yəni, mən də tam olaraq istifadə eləmirəm. Ona görə indi izah eləyəndə qabağıma çıxdı, amma ki istifadə edədiyim bir şey deyil. Nəysə, bunu clear eləyək. Backspace-də hətta bir foto şeydi, nə bilim. Nəysə, mixlər var. Sound, yəni bildiriş səsləri var, order field filan. Huag'ın da order field səsi var. API var. Bunlardakı istifadə eləmirəm deyə tam oqda danışmaya ehtiyac yoxdur. Bir dənə görüm, Huag'ın səsi gəlir indi. Gəlmir. Order filled. Gəldi, hə. Gözlə görək. Order filled. Huag Topstep'də işləyir, onun da səsini qoyublar bura. Yaxşı, qızın səsini qaytaraq.
Large seçəndə nə olur bəs? Order filled. Nəysə. Qızın səsi, Order filled. hə, qız qalsın orada. Hə, bir də large seçdim. Burada bu bir dəqiqə mixdə burada balance fonksiyon regular seçsək, hə, qayıtdı. Baxın, məsələn, indi copy trade eləmişdik də. Baxın, məsələn, bu birisi hesaba girsək, görərsiniz, burada nəyə girmişiksə, məsəl üçün, hansı əməliyyata girmişiksə, burada da eyni zamanda təkrarlanıb, kopyalanıb, yəni bir növ belə başa düşün ki. Belə dəyişdik. Bir də ki, məsələn, deyək ki, əliniz dəydi, domu da sildiniz, belə adi qrafik və boş qalıb. İstəyirsiniz ki, qayda dom əlavə eləyəsiniz, əməliyyata giriş yeri, onda nə edirsiniz deməli? Bunu çəkirsiniz biraz da belə kənara, burada yuxarısından tutub, birə bura qoyaq. Biraz da buranı belə seçək ki, bura qırağa çünki dom əlavə eləyəcəyik. Bu burada təxminən belə qalsın. İndi inirik. Burada başda plus işarəsi var. Buna giririk. Burada dom. Görürsünüz birinci. Bunu burada üstündən götürüb də sürüşdürüb bura atırıq. Burada eyni zamanda qalan şeyləri də sürüşdürüb ora atmaq olur. Topstep TV məsəl üçün belə qoysaq, görək nə olur. Hazırda orada canlı yayın varsa şeyin ki şey olur. Nəysə, bunu belə bura qoyuruq. Özümüz üçün qıraqlarından tutaraq nizamlayırıq. Belə, bu copy trade accountudur. Məsələn, qayıdaq bayaqki accounta. Görürsünüz, bayaqki kimi. İstədiyimiz kimi nizamlaya bilirik. Qrafiki hətta biraz daha belə çəkib. Bunu biraz daha belə çəkim. Order filled. Nədə girdi əməliyyata? ES-də gir. Görürsünüz, indi bura avtomatik gücü dəyişməlidir. Burada rəngləri dəyişə bilirsiniz. Məsələn, görürsünüz, Micro'ya qayıtdı. Order filled. Ona görə burada da dəyişməlisiniz. Yanınızda saxlayın. Kontrakt hissəsini burada da dəyişməlisiniz. Belə əməliyyatı ölçüsünü zadı belə dəyişə bilirsiniz. Deyək ki, risk 39 azdır. Daha çox satış əməliyyatını görürsünüz. Girdikcə ölçüyü aşağı çəkir. Əməliyyatı aşağı çəkir. Order filled. Girdikcə basdıqca əməliyyatı aşağı çəkir. Məsələn, tipi yuxarı mı çəkdiniz? Belə mi elədiniz? Nəsə bir də əməliyyatın maksimum hər hesabda ölçüsü var da. Order filled. Belə deyək. Nəysə, Order hamısını bağlayaq. filled. Yəni ümumi olaraq belə bütün girdiyin əməliyyatların yerləri var, buradan girilir. Bir də flatten on var. Məsəl üçün Order deyək ki, filled. belə əməliyyatlara giribsən. İstəyirsən ki, hər şeyi ləğv eləyə bağlayasan, o zaman da flatten ona Order baxırsan, filled. hər şey dayanır, hər şey avtomatik olaraq silinir. Yəni belə bu videodan da bu qədər. Topstep X-i ümid edirəm ki, yaxşı başa düşdünüz.